Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün şorqoqalı içliyinin düzgün qaydada hazırlanmasını paylaşacağım. Əvvəlcə tavanın içərisinə 200 ml stəkanla 2 stəkan un tökürəm. Üzərinə 100 qram yumşaq çörək yağını əlavə edib umaç hazırlayıram. Umacın içərisinə 1 ədəd yumurta tökürəm və yumurtanı da umaca qarışdırıram. Yumurta umaca tam qarışdıqdan sonra ədviyyatları tökürəm. 1 çay qaşığı raziana toxumu, 1 çay qaşığı çeşniş toxumu, yarım çay qaşığı sarı kök, 1 çay qaşığı duz, eləcə də yarım çay qaşığı qara istiot tökürəm. Kişniş toxumu istəməyənlər girədə istifadə edə bilər. Ancaq mən kişniş toxumu ilə raziananı qarışdırıram, çox ləzzətli içlik alınır. Qarışdırdıqdan sonra içliyi ocağın üzərinə qoyuram. Vam odda 5 dəqiqə beləcə qovururam. Dayanmadan qarışdırmaq lazımdır. Bəzən xanımlarımız soruşur, içliyə yumurta vuranda yumurta iyi gəlmirmi? Heç bir iyi gəlmir, dad gəlmir, çox ləzzətli içlik alınır. İçliyi bir kənara qoyuram, soyduqdan sonra isə şüşə bankanın içərisinə yığıram. Bu qayda ilə hazırlanan içliyi aylarla soyuducuda saxlaya bilərsiniz. Heç də xarab olmur, dadını dəyişmir, çox gözəl, ətirli içlik alınır. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.